Salam dostlar. Dilaltı Həqiqətlər layihəmizdə yenə qarşınızdayıq. Bugünkü mövzumuz dəyərsizlik duyğusu. Aynur xanım, dəyərsizlik hissi haradan yaranır? Dəyərsizlik duyğusu adətən bizim uşaqlığımızla bağlı dövrləri əhatə edir. Burada biz diqqət edəcəyimiz, məsələn, bir danışan yaxınlaşır dəyərsizlik duyğusu ilə bağlı. Biz burada ilk diqqət edəcəyimiz şey əslində onun 0-6 yaşı, bilinçaltının daha, şuuraltının daha açıq olduğu zamanlarda, hansı ki, o dövrə baxırıq, yeniyetməlik dövrünə baxırıq. Ümumiyyətlə baxırıq ki, dəyərsizlik duyğusunun kök səbəbi nədir? Təbii ki, məsələn, ailə modeli olaraq əgər bir uşaq ailədə daim tənqid olunubsa, daim öz bacı-qardaşı ilə və ya qonşunun uşağı ilə, sinif yoldaşı ilə daim müqayisə olunubsa, onun bilik bacarıqları yetəri qədər qiymətləndirilməyibsə, bu zaman təbii ki, həmin insanda dəyərsizlik duyğusu yaranır. Aynur xanım, ikinci sualımız belədir. Bu hissə, buradan çıxmaq üçün nə etmək, dəyərsizlik duyğusundan çıxmaq üçün nələr mümkündür? Dəyərsizlik duyğusundan çıxmaq əslində mümkündür, amma müəyyən qədər vaxt tələb edən bir prosesdir. Nə üçün? Bayaq qeyd etdiyim kimi, korreksiya işində biz həmin insanın dəyərsizlik duyğusu yaradan əsas travmasını, qorxusunu tapıb aşkarlayıb, inancını tapıb aşkarlayıb onu korreksiya edirik. Daha sonra isə həmin insanın özünə inamı, özünə güvəni üçün müəyyən metodikalar var ki, hansı ki, o metodikaları veririk ki, texnikalar şəklində, alətlər şəklində onu tətbiq etsin. Amma qeyd edim ki, bunu birdən-birə həll etmək mümkün deyil. Bu zaman və vaxt tələb edəcək bir durumdur. Təbii ki, korreksiyası amma mümkündür. Çox sağ olun. Buyurun.